Ağ-qara və yağlı boya üzərində, kətan üzərində yağlı boya portretlər çəkirəm. Ağ-qara digər rəssamları izləyərək, öz üzərimdə çalışaraq öyrəndiyim bir şəkil. Ağ-qaranı öz üzərimdə işləyərək çalışmışam. Amma yağlı Öz üzərinizdə, yəni öz şəkillərinizin üzərindəmi? Xeyr, özüm tamamilə özüm öyrənmişəm. Fərqli Və rəssamları özün izləyərək. çəkib. Bəli. Çox gözəl çəkib, həqiqətən çox gözəldir. Və bu hamısı sadə karandaşla Bəli, çəkilmiş. bəli. Sadə karandaş və bəzi hissələrdə kömürdən də istifadə edirəm. Sosial şəbəkələrdə digər rəssamları öyrənərək, baxaraq öyrənmişəm. Bəs rəssamlığa marağınız hardan yarandı? Neçə yaşınızdan, hansı hadisədən sonra yarandı? Rəssamlığa marağım kiçik yaşlarımdan bəri var. Onda qayıtmalıyam o dönəmə. Bir saniyə. Onda qayıtmalıyıq, kiçilikdən danışırsan da bu dönəmə qayıtmalıyıq. Elcan bəy neçə yaş var idi bu şəkildə? Bu şəkildə 6-7 yəqin ki. Bəlkə daha az, hə? Bu dönəmlərdən başladı. Balaca Elcan, yəqin ki, divar belə kağızlarını çəkirdiniz birinci yoxsa? Yox, elə kağızda o vaxtları... Siz ağıllı uşaqlardan olmusunuz. O sırada bizim uşaqlar divarı yazırlar, yeri yazırlar, hər tərəfi yazırlar. Çox gözəldir həqiqətən də. Heç o gülüşünüz əski olmasın.